Çünki kişinin gördüyü əziyyətləri qadın görmür. Və həmçinin kişi qazanıb gətirdiyi üçün və kişi bax, bəlkə də hər gün ölümlərlə rastlaşır. Maşın sürür, ölümlə rastlaşır. Ustadır, ayaq altına çıxır, ölümlə rastlaşır. Bəlkə indi yıxılar, bəlkə sonra yıxılar. Nə bilim, laqunla istifadə edir. Ustadır, əlini kəsər, üzünü kəsər, xata olar, aydınmı? Yəni, və belə işlərlə çoxu vaxtı kişilər rastlaşır. Ona görə o təhlükəli işlər kişilərdə olduğu üçün kişilər üstünə, həmçinin kişilərdə kamillik var. Necə ki, demişdik ki, biraz öncə, yəni asıl kişilərdir, onlar qadınlar kişilərdən, yəni kişilərin qabırğasından yaranıb. Buna görə, yəni kişilər qadınlar üzərində üstündür. Və ona görə həmçinin, yəni çoxu vaxt hətta bizdə atalar sözündə bir deyim var, deyirlər ki, ananın bədduası tutmur, atanın bədduası tutur. Nəyə görə deyirlər bunu? Çünki ana qadındır. Tez-tez özündən çıxır və bəzən özü də bilmədən, özü də istəmədən övlada tez-tez bəddua edir. Və bu bəddualar Allah bilir ki, onun qəlbindən deyil. Allah bilir ki, onu istəyib o bədduanı etmir. Ona görə Allah, amma əgər ana qəlbən bəddua edərsə, insan həlak olar. İnsan həlak olar. Amma ata edir, nəyə görə? Çünki ata heç vaxt bəddua etmir. Amma ata bəddua edəndə qəzəblənib edir. Ona görə atanın bədduası tutur. Bunun sünnədən nəyi var? Bunu qüvvətləndirən hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, heç kimə halal deyil ki, verdiyi hədiyəni geri alsın. Yalnız ata övladına verəndən başqa. Ana demədi, ata dedi. Bu haqq anaya verilməyib, bu haqq ataya verilir. Çünki ana, əgər anaya verilsə, ana tez-tez verib alasıydı hədiyəni. Amma ata heç vaxt verdiyi hədiyəni geri almır. Bunun nadir halda ola bilər. Çünki ata emosiyaya qapanmır tez-tez. Ona görə. Ona görə çünki ata kişidir. Ata kişidir. Bəzi alimlər deyir, nəyə görə Allah Resulü ananı deməyib? Çünki deyir, analar yəni emosional olurlar. Tez dala götürürlər, ona görə Allah Resulü sallallahu əleyhi və səlləm bu haqqı da ataya verib. Amma təbii ki, ana atadan daha öndədir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni yarısı bir nəfər kişi gəlir ki, ən çox yaxşılıq kimə edim? Deyir anana, sonra kimə? Deyir yenə anana. Deyir sonra kimə? Deyir yenə anana. Üçüncü dəfədən sonra deyir ki, atana. Yəni dördüncü dəfə artıq atana deyir. Yəni o deməkdir ki, ananın haqqı daha üstündür insanın üzərində. Çünki həqiqətən ananın övlad üzərində olan haqqı daha böyükdür.